Doktor, mənim də mədəmdə qastrit var, belə güclü dərəcədə. Nəsə onu sağalda bilmirəm, belə ki, tez-tez əsəbləşirəm, stres keçirirəm, həyəcan keçirirəm, yəni ona bir məsləhət eləyərdik, zəhmət olmasa. Tutaq, burada mən məsbəq deyirsən ki, müalicə eləyirlər, alınmır. Çox sağ olun sualınıza görə. Mən də buradan bir məsləhət versəm, deyəcəksin, Seyfəddin doktor da mənə müalicə elədi, alınmadı. Qastrit elə belə şey, qastritin növləri var və onun yaranma səbəbi var. Bir adamda qastrit də ola bilər mədədə, eyni zamanda yanaşı helikobakter də ola bilər. Və sən onu müalicə eləməz və yaxud da ki, qastriti yaradan turşuluğun çoxluğudurmu, azlığıdırmı? Yəni, səbəb mütləq bilinməlidir və orada mədə-bağırsaq nevrozda varmı əlavə? Sən onu hamısını həkim müayinə eləmədən, yoxlamadan, diagnozu dəqiqləşdirmədən müalicə eləyəndə o, təbii ki, tam effekt ala bilməyəcək. Belə məsləhət verə bilərəm ki, qastritin var, alo, 7-lik alo şirəsi çox balla bərabər miqdarda qatıb qəbul edəndə çox gözəl effekt edir. Və yaxud da ki, bağa yarpağı. Onu insanlar bəzən hətta yuyur, çeynir, yeyirlər də. Ancaq onu da yenə də balla şirəsini bərabər miqdarda qatıb qəbul edəndə orada olan istər qastrit olsun, erroziya olsun, yarı olsun, onların müalicəsində də çox gözəl effekt verir. Ancaq bütün hallarda mütləq mənada səbəbi bilinməlidir, yaranma səbəbi. Onu da bilmək üçün yenə bizə Doktor Seyfəddin klinikasına müraciət eləsəniz, qastritdən müalicə oluna bilərsiniz. Qastrit ən asanıdır, ən rahatıdır müalicə üçün. İndi bizə görürsən, çox ağır erroziya ilə, yayılmış yara ilə də müraciət edirlər. Təbii ki, onların müalicəsi xeyli vaxt aparır. Həm də qastritə nisbətən xeyli çətinlik verir, təbii ki. Ona görə də mütləq mənada dediyim kimi müraciət eləsəniz kömək eləyəcək.